Belə, hibridləşmə, qısa konkret başlayabiliriz. Biyologiyada hibrid nəsil, yəni müxtəlif növləri qarışaraq, eyni bir müxtəlif növlərdən qarışmaqla yeni bir növ, yeni bir nəsil əmələ gəlməsi. Məsələn, qış beresi, misurindəki qış beresi və yaxud da digər otalaq növlərində olduğu kimi və yaxud da biologiyada bildiyiniz kimi at nəsli ilə eşək nəsil olan heyvanın qarışmasından yeni nəsil olan qatır. Yəni ki, müxtəlif gücə malik olan, müxtəlif quruluşa malik olan canlı və ya cansızların qarışaraq yeni nəsil əmələ gətirməsi və yaxud da kimya dili ilə müxtəlif enerjiyə, müxtəlif quruluşa, formaya malik olan elektron bulutları qarışaraq yeni elektron bulutlar, yeni hibrid elektron bulutlar əmələ gətirməsi. Məqsəd nədir? Elektron bulutlar hibridləşən zaman az enerjili hava keçir və daha davamlı olur. Məqsəd odur ki, kimyəvi stabillik yaransın. Maddənin daxilində rabitələr daha davamlı olsun. Ona görə də artıq enerjini kənara çıxardır və az enerjili, bərabər ölçülü, eyni enerjili, simmetrik yeni orbitallar əmələ gəlir. Nə adlanır? Hibrid elektron bulutlar və orbitallar. Bizə əsas lazım olan, bizə yəni keçdiyimiz mövzuda əsas 3 formada hibridləşmə forması var. SP, SP2, bir də SP3. Deməli, baxın, bu çox sadə bir üsulu var. SP, SP2, SP3. Qarışan bulutların sayı nə qədərdir? 1s1p, SP-də. Deməli, S elektron buludun kürə formasında qarışır P elektron buludundan, yəni kəsişir və yaxud da hibridləşir. Qarışan bulutların sayı nə qədərdir uşaqlar? 2. Deməli, qarışan bulutların sayı qədər yeni 2 dənə eyni ölçülü, eyni formalı hibrid elektron bulutları formalaşır. Baxın, bir tərəf kiçik, bir tərəf böyük. Kiçik olan tərəf S elektron buludunun xassını daşıyır, böyük olan tərəf isə P elektron buludu. Çünki niyə görə? P elektron buludunda 3 xana var idi, S-də isə 1 xana var. Hansında xana sayı çoxdursa, onun tutum ehtimalı çox olduğuna görə ona aid olan bulud hissəsi böyük olur. Deməli, baxın, 50-50-yə 2 dənə bulud qarışır və qarışan buludların sayı qədər 2 ədəd SP hibrid elektron buludu formalaşır. Deməli, burada baxın, 1S ilə 1P qarışıqsa, qarışan bulutların tərkibində neçə faizdir hər biri? 1S, 1P, 1-in 1-ə, yəni 50%-in 50%-ə. Tərkibindəki buludun, belə deyək də, faiz miqdarı hər ikisində 50%-dir. İndi özünüz deyin, baxın, mən sizə skafoldik format deyirəm. Mən belə deyirəm, siz özünüz davam edin. 1S ilə 2P qarışır, qarışan bulutların sayı nə qədərdir? 3 ədəd. Deməli, 1S buludu. Baxın, S bulud deyirəm burada. Əslində bu nədir bu? S buludunda 1 elektron, yəni. S-dəki 1 elektronla P-də 2P elektron buludu bir-birinlə qarışır. 2 dənə hantel formalı P elektron buludları. Hərəsində 1 elektron var. Diqqətlə baxın. Deməli, 1S və 2 dənə P. 3 dənə elektron qarışır. 3 dənə elektron buludu. Qarışan buludların sayı qədər 3 ədəd. 3 ədəd, bir tərəf daha da kiçik, bir tərəf daha da böyük. Nə alındı? SP2 hibrid elektron buludu. Bəli, 3 ədəd, SP2. Baxın, kiçik olan tərəf S-dir, böyük olan tərəf P-dir. Deməli, 1S-dən 2P, cəmi neçədir? 3. 3 dənə buluddan kiçik P-yə aiddir, biri S-ə aiddir. 3-dən kiçik, yəni 66,6% P-yə aiddir. 3-dən biri isə 33,3% S-ə aiddir. İndi özünüz deyin, SP3-də 1 ədəd S elektron buludu qarışır 3 ədəd P elektron buludundan. Yəni 3 dənə P elektrondan qarışır. Baxın, P. Qarışan buludların sayı nə qədərdir? 4 ədəd. 4 ədəd bulud qarışırsa, yeni əmələ gələn buludların sayı nə olacaqdır? 4 ədəd SP3. Bəli, yeni əmələ gələn buludların sayısı gördüyünüz kimi daha da kiçik formada 4 dənə, deməli, SP3. Baxın burada. 4 ədəd SP3. SP3-də bir S buludu var, S elektron. 3 dənə P. Cəmi neçə eləyir? 4. 4 dənə buluddan, bəli, bir dənəsi 4-də biri S 25%, qalan 4-də 3-ü də ən çox ehtimal olunan, yəni 75%-də P aiddir. Bu oldu hibridləşmənin nəyə uşaqlar? Mexanizmi. Baxın, bu mexanizmdir. İndi bu mexanizm biləndən sonra qrup elementləri üzrə ən rahat qayda sistemləşdirəcək. Qrup elementləri üzrə hansı qruplarda hibridləşmə hansı növdür və bunların fəza quruluşu, bucaq quruluşu, molekulun quruluşu və s. necədir? Bir-bir təsnif edəcəkdir qrup üzrə. İndi siz deyin uşaqlar, ən azından SP hibridləşmə alınması üçün, yəni 2 elektron lazımdır.
2 valent elektron lazımdırsa, ən azı neçənci qrupdan başlamalıyıq? 2 valent elektron lazımdırsa, bəli, 2 ay yarım qrup. Ən azından 2 ay yarım qrup elementlərindən başlamaq lazımdır ki, çünki 2 valent elektron 1s1p, bu lazımdır. İndi gəlin yenə qayıdaraq, inteqrasiya edək, mövzular arası, dövr istə dövr qanunu. 2 ay yarım qrup elementləri hansılar bilirlər? 2 ay yarım qrup elementləri. Berilyum, magnezyum, kalsiyum, strontium, barium, radium. Birinci qrup elementləri yazaq. Berilyum, magnezyum, kalsiyum, strontium, barium, bir də radium. Aha. 2 ay yarım qrupunun digər adı nə idi? Qələmi, torpaq, metallar. Gəlin təkrarlayaq. 2A-nın qısa elektron formu nə idi? NS2, ISO. Hamısında NS2-dir. İndi NS2-dən sonra eyni təbəqədə S-dən sonra nə gələ bilər? P. Deməli, bu atomun hamısı, bunların hamısı həyəcanlanma baş verərsə, yeri gəlmişkən, həyəcanlanma ayrı nə edir qadası? Həyəcanlanma. Bir boş olan xanəyə digər şeyi qoyur. Bax, tələsmin. Həmişə tam ifadəni deyil, tam mənalıda, full min deyil də, cüt elektronu olmalıdır və ən son təbəqədə boşanan. Cüt elektronundan sonra boşanan. İndi NS-dən sonra bilirsiniz ki, NP gəlir, NP0. Onda burada S-də bir cüt, P-də də 3 xana boşdur. Sizcə bu atomların hamısı buna uyğundursa həyəcanlana bilər? NS2-dən biri keçir ən yaxın boş xanaya. Bəli, cüt elektron var, ali. Boş xana var. Deməli, cüt elektron biri hara keçir? Ən yaxın boş xanaya. Onda bunu həyəcanlandıraq gəlir. Bax, bu həyəcanlanma timsalı bunların hamısına aiddir, ha burada. Biri gedir NS1, NP1, ISO. Deməli, baxın, S-də 1 elektron tək, P-də 3 xana 1 tək. İndi S1 tək, P1 tək. Bu tək elektronlar qarışır. Nəyə formalaşdırır? SP birləşməli, bəli. 1 S-lə 1 P qarışır burada olduğu kimi və əmələ gəlir 2 ədəd SP hibridləşmə buludu. Bunu bildikmi? 2A qrup elementlərinin qaydaq dövr sistemə hidrogenli birləşməsinin formu nə idi? 2A qrupu 2 elektron verir, hər hidrogen də 1 elektron alır. Yəni, RH neçə? 2. Metallar D. Orada bir dənə, yerin üstündə bir dənə yazır, amma burada 2 dənə təkbisi. Yox, 1 S-lə 1 P qarışır, qarışan bulutların sayı nə qədərdir? 2 dənə. Qarışan bulutların sayı qədər eyni ölçülü, eyni formalı, yenə 2 elektrondur. Sadəcə 2 bulut formasında və hər ikisi də SP halındadır, baxın, hər ikisi də. İndi uşaqlar, təkrarlayaq, 2 ay yarım qrup elementlərinin hidrogen birləşməsinə ilişən o, RH2. Nəyə görə? Qrupun nömrəsi qədər özünə elektron birləşdirir metallarda. Uçucu olmayanlarda qrup nəyə bərabərdir? Hidrogenin sayıdır. 1A qrupu RH idi, 2A RH2, 3A RH3. Onda bunların hidrogenin birləşməsi RH2-dir. Eri yeni element qoy. Məsələn, berilyum. Berilyum H2, nə bilim, magnezyum, magnezyum H2, nə bilim, kalsiyum H2 və s. 2A yarım qrup elementlərinin halogenli birləşməsi nədir formulu sizə? Hidrogen oxşardır. Hidrogen kimi halogenlər də metallardan bir elektron çəkir özünə. Eğer hər hansı metal, bəli, oktet qaydası, sublet qaydasına görə. Elementlərin hamısının 2 valent elektronu var, 2 valentli. Halogenlər də metalla birləşən zaman nə halda olur həmişə? Minimum oksidləşmə dərəcəsində. Halogenlər neçə qrup elementdir? 7A, yəni NS2-MP5. Hər halogenin özünə neçə elektron birləşdirmək imkanı var? 7 elektron var da, birini alıb 8 edir, yəni oktet qaydasında. Onda hər bir halogen 1 valent elektron çəkir özünə. Valenti çarpaz yazın. Bir elementin valenti digər ayağına yazın. Nə olacaqdır? X2. X-imiz nədir burada? Hər hansı halogen. Halogenlər ise Elxan. Halogenlər Flor, brom, yod, astat. Astat da radioaktivdir. Yoda kimi. Gəlin yerinə yazaq. N elementi hər hansı metal götürür. Məsələn, berilyum. X də hər hansı halogen başdan. Flor 2. Sonra ikinci kalsiyum. Klor 2, üçüncü məsələn, deyək ki, magnezyum, məsələn, brom 2 və s. Və dəyişdirə bilərsiniz. Metalla halogenlərin hamısını dəyişə bilərsiniz yerinə. Və dəyişmə də hamısı da dəyişənlərdir. İndi uşaqlar, bir dənə maddə götürək, onun üzərindən 2 ay yarım qrup elementlərinin hər şeyini izah edək, mümkün dərəcə. Hidrogendir və halogendir. Nəyə götürək sizə? Berilyum, yoxsa nə? Deyil. Magnezyum nəyinə? Hidrogen halogen birləşməsinə. Hidrogen hesab. Yaxşı, bir dənə hidrogen, bir dənə halogen. Məsələn, magnezyum H2.
Uşaqlar, maqnezium 12-ni kodlaşdırın. Son nə tutarır? 3s2. 3s2 həyəcanlana bilir. Deməli, bəli, həyəcanlanır. Olur 3s1, 3p1. S-də 1 elektron, P-də 1 elektron. S-lə P-yi qarışdırın. Nə alındı? 2 ədəd hibrid elektron buludu. 2 dənə SP. Hidrogeni kodlaşdıraq maqnezium H2-də. H nəyə bərabərdir? 1s1. Deməli, bir dənə S buludu, elə? S buludu. İndi maqnezium hidrogenlə birləşən zaman maqneziumun hibrid elektron bulutları hidrogenin S elektron bulutlarıyla nə edir? Kəsişir. Gəlin baxaq. Kəsişməyə görə hansı rabitə əmələ gəlir? Hansı formada rabitə əmələ gəlir? Və ona uyğunda bucaq dərəcəsi və s. neçə olur? Gəlin hamısını yazarım deyim. Bir dənə Əfərim. Ne görür, nəsə demək istəyir? Hə. Baxın uşaqlar. Maqnezium 2 dənə sp halında hibrid elektron buludu var. Nəylə kəsir uşaqlar? Hidrogenlə. Yəni S buludundan. Hidrogen S-indən. Hidrogen, S buludu, hidrogen. Kəsişmə ilə mərkəz bir xəttdə düşürsə, sizcə rabitəmiz sigmada pi rabitə demişdik. Sigma. Kəsişmə ilə mərkəz bir xəttə düşürsə, baxın görürsünüz, kəsişmə mərkəzi. Kəsişmə ilə mərkəzlər bir xəttə düşürsə, sigma rabitə. Sigma rabitə necə əmələ gəldisə, maqneziumun SP-sindən hidrogenin S-i. SPS, SPS yazırıq. SPS ötürmə. Bu bir. O sigma ilə yazdı, 6 kimi yazdı. Bəli, 6 başı uzun. Sağ tərəf başı uzanır, bəli, sigma. Yadda saxlayacaqsınız. Deməli uşaqlar, siz deyin. Bu bucaq nə qədərdir? Düz xətt üzərindəki bucaq. Aysin. Deməli, bütün baxın, mən yazdığım bunun hamısına aiddir. Burada gördüyünüz bu birləşmənin hamısında eyni analogiya olur, eyni oxşarlıq olur. Yadda saxlayaq. Deməli, burada bucaq quruluşu hidrogen, maqnezium, hidrogen bərabərdir 180 dərəcəyə. Güvənin test toplu suallarında belə suallar var. Deyir ki, aşağıdakı hansı maddələr xətti quruluşdur? Xətti quruluş yalnız nə ola bilər? 180 dərəcə. Hansı maddə düz xətt üzərində olarsa, bucaq quruluş nədir hamısında? 180 dərəcə. O da xətti quruluşdur. Onda siz deyin, bu növ birləşmələrin fəza forması nəyə oxşuyur? Müstəvi üzərində düz xətt, yəni xətti quruluş. Bütün iki qrup elementlərinin hamısının bu birləşmələri nədir? Fəza forması düz xətt üzərində, yəni xətti quruluşdur. Fəza forması xətti. Yəni fəza deyil əslində. Xətti quruluş hansı ölçüsü maddə görürəm həndəsədə? Xətt hara aiddir? Düz xətt. Müstəvi 2D, 2 ölçülü. Müstəvi nədir? 2 ölçülü sistem. Fəza nədir uşaqlar? 3 ölçülü sistem. Yəni kürə, sfera, məsələn kainat, bizim yaşadığımız yer kürəsi 3 ölçülü sistemlərdir də bunlar. 3 ölçülü sistemlə zaman deyim görüm hansı ölçünü ortaya çıxardır? Hansı forma çıxardır ortaya? 3 ölçülü fəza fiqurlardır. Fəza fiqurlarının fizikada, həndəsədə hərəkət nəyə çıxardır? Hərəkət. Fəza fiqurları zamanı qatanda nəyə çevrilir? 4 ölçülü, 4D. Bizim yaşadığımız hal-hazırda zamanla bir yerdə olan bu məkan 4 ölçülüdür. Fəza fiqurları 3 ölçülü 3D, 3D sinema. Var ya məsələn 3D. Bir də var zamanla əlaqəsi olan, yəni zamanla günəş fırlanır, planetlər fırlanır, ulduzlar fırlanır, galaktika fırlanır, hərəkət edir. Nə olur bu? 4 ölçülü. Fəza cisimləri söyləyən zaman 4 ölçülü. Bəs deyin görüm nöqtə nədir? Üstlər üzərində nöqtə. Neçə ölçülüdür? Aysin. Deməli, nöqtə 1 ölçülüdür, düz xətt və s. 2 ölçülüdür, müstəvi fiqurlara 3 bucaq, 4 bucaq, 5 bucaq, 6 bucaq və s. nədir? 2 ölçülüdür. Müstəvini havaya çıxardığında, o deyilir qabarit, çölə çıxartma, qabarit. Qabarit olanda olur 3 ölçülüdür. Bəli, kürədir, sfera və s. Fəza xəttidir. İndi gəldik burada bir dənə qızıl qayda var, diqqətli olun. İndiyə kimi keçdiyimiz nə idi? Rabitənin polyarlığı və ya qeyri-polyarlığı. Belə bir şey var indi. Molekulun polyarlığı, diqqətli olun. Molekulun polyarlığı. Molekulun polyarlıq anlayışının çox sadə bir izahını verin, çox sadə. Məsələn, cəsirin kilolu var. Uzaq baş kilolu var da, başqa qolu yoxdur ki, kilolu da. 4-dəli deyil ki, kilolu. Mən niyə onu? Tələsmin də, bilməyənlər var. Cəsirin bir qolunu mən tuturam, şamı qolu sən. İndi Şamo ilə ikimizin gücümüz bərabərdirsə, biz cəsuru dağıtanda eyni güclə dağıtacaq. Çünki niyə? Gücümüz eynidir. Yox, Şamo mənlə güclü olarsa da, o möhkəm dartsan, cəsuru öz tərəfinə çəkir. Çünki Şamo başqa bir quruluşlu atomdur, mən də başqa bir quruluşlu. Mənim gücüm Şamonun gücündən az olarsa da, cəsur dağıtır Şamo tərəfə. Yox, gücümüz eyni olsa, eyni əkiz formada olsa, o zaman bəli, gücümüz eyni olanda cəsur dartılmır. İndi bunun elmi izahı nədir uşaqlar?
Mərkəzi atomun qrup nömrəsinə uyğun qolları istifadə olunanda maqnezium neçənci qrup elementdir? 2A. Maqnezium burada neçə qol istifadə olunur? 2. Tam istifadə olunur belə. Yəni maqneziumun istifadə olunmayan elektronu qalmayıb belə. Maqneziuma nə birləşibdir? Eyni atomlar, hidrogen. Maqneziumun qolunu ancaq hidrogenlər dartır da. Dartan hidrogenlər nədir? Eyni atomlar. Onda maqneziumun qolunu dartanlar, cəsurin qolunu dartanlar iki eyni insan olsa, eyni gücdə insan olsa, cəsur tərpənmir. Onda nə olur? Bütöv molekul qeyri-polyar. Yəni mərkəzi atom tərpənmir yerindən. Mərkəzi atom tərpənmirsə, molekul qeyri-polyardır. Yəni baxın ingilis dilində qeyri-polyar, non-polar. Yəni qütbləşmə yoxdur. Mərkəz heç bir tərəfə meylənmir. Yəni mərkəzdə olan adam heç bir adamlar tərəfindən özünü çəkilir. Yəni neytral qalır. Neytral qalma, o deməkdir mənası. Və yaxud da fizikada dayanıqlı tarazlıq, dayanıqlı. Mərkəz yerindən tərpənmir. İndi siz deyin, maqnezium H2 maddəsi molekulu polyardır, qeyri-polyar. Niyə? Maqnezium qolları tam istifadə olunubdur və maqneziumun ətrafında ancaq eyni atomlar birləşibdir və bütün qollar istifadə olunubdur. Bunu buradan yazıram. Molekul, qeyri-polyar. Qeyri-polyar. Aha. İndi uşaqlar, o hissədən onu yazdıracağım, yəni molekulun polyarlığı nə zaman olur və qeyri-polyarlığı. Bu bunu bitirək. Uşaqlar, rabitəni siz deyin. Maqnezium hidrogen, rabitənin növü nədir? Rabitə. Siz deyin. Rabitə. Metalla qeyri-metal. Rabitə nədir növü? Maqnezium hidrogen, ion rabitəsi. ASO. Xətti quruluşdur. Molekul qeyri-polyar, rabitə ion, fəza xətti quruluş, bucaq üstün dərəcə və kəsişmə də SP-S örtülməsidir. Tutardı. Bu oldu bütün 2A yarım qrupu elementlərində. Hibridləşməsi SP olub da buna oxşayan hansı maddələr var? Diqqətlə baxın. Karbonla karbon arasında harda 3 qat rabitə görsəz, 3 qat rabitəli karbonlarda da hibridləşmə SP diqqət olun. 3 qat rabitəli karbonda hibridləşmə SP-dir. Karbonla karbon arasında karbonun hər iki tərəfində 2 qat rabitə görsəz, diqqətli olun. Hər iki tərəfi, bir tərəf yox. Hər iki tərəf 2 qat rabitədirsə, hibridləşmə SP-dir. Dəm qazında, baxın 3 qat rabitə, görürsünüz? Siz deyin, dəm qazında karbon nədir hibridləşməsi? SP. Çünki niyə 3 qat rabitə? Bir də uşaqlar, baxın, karbon qazında, CO2-də, karbon qazında karbonun hər iki tərəf 2 qat deyə hibridləşmə SP-dir. Bu dəm qazıdır. Bir də tezdə düşən bir maddə də var, kalsium karbiddə. Kalsium karbiddə, baxın quruluşuna, yazılan quruluşuna. Kalsium, karbon, 3 qat rabitə. Həm kalsium 2A yarım qrup elementi hibridləşməsi SP-dir, həm də karbonlar, 3 qat rabitəli karbonlar hibridləşməsi yenə görürsünüz SP-dir. Gördüyünüz kimi həm kalsium, həm də karbon hamısının hibridləşməsi SP-dir. SP hibridləşmənin digər məntiqi tapmaq qaydası nədir? Sigma rabitələrin sayı eyni atom ətrafında nə qədər sigma rabitə varsa, sigma rabitənin sayı bərabərdir hibrid elektron bulutların sayına. Təkrarlayaq. Təhqiqat rabitə nə idi? Sigma. 3 qat rabitənin 1 sigma 2 sif ilə bu karbon ətrafında nə qədər sigma rabitə var? 2 ədəd. 2 sigma 1 sp2 bulut. Deməli, sigma rabitənin sayıya bərabərdir. Karbonların ətrafındakı sigma rabitənin sayı hibrid elektron bulutların sayına bərabərdir. Məsələn, burada karbonla karbon 2 qat rabitə 1 sigma 1 pi, 2 qat rabitə 1 sigma 1 pi. Nə qədər sigma rabitə var? 2 ədəd. Deməli, 2 sigma 1 sp2. 2 dənə elektron bulut, hibrid diqqətli olun. Hibrid elektron bulut 2 ədəddir. Bu karbonuncu, sp. Və yaxud da hərfləri toplayaq. 1 sp eləyir, 2. Bu karbonda 2 dənə sp bulut var. Bunu toplayın. 1 sp2, 2 dənə sp var. Bütün bulutların cəmi nə qədərdir? 2 plus 2, 4. Yəni burada hal-hazırda 4 ədəd hibrid elektron bulut var. Bu qədər. Tam uşaqlar bu aydın oldu bu hissəsi. İndi keçək bu bayaq dediyim molekulun polyarlığı və qeyri-polyarlığı. Buranı sillər. O mən desəm olaraq Tələsin. Bu mən tam izah edeyim. Axırda yəni suallar verəcək. Axırda bəzi suallar bunlara baxacaq deyirlər. Uşaqlar, bax qeyd eləyək. Molekul nə zaman polyardır, nə zaman qeyri-polyardır? Deməli, qeyri-polyar molekul yazaq. Qeyri-polyar molekul. Qısa konkret edəcəm. Mərkəzi atomun atom
deməli, nəyini yazaq? Mərkəzi atom N, deməli, valentlik və yaxud da N valentlikdə qolların sayı. Valentlik. Mərkəzi atom valentliyi bərabərdir N qrupun nömrəsinə. Mərkəzi atomun qolları birləşmənin içərisində qrupun nömrəsi qədər olmalıdır. Yəni, oradakı qolların sayı bərabərdir qrupun nömrəsinə. 2. Mərkəzi atoma eyni atomlar birləşməlidir. Mərkəzi atoma eyni atomlar birləşməlidir. Eyni atomlar nə? Birləşməlidir. Birləşir. Yaxşı, birləşir. O zaman molekul nə olur? Qeyri-polyar. İndi molekulun polyarlığını bunun əksi qaydası, yəni teoremin əksini isbat edir. Həndəsədə. Mərkəzi atomun valentliyi qrupa bərabər deyil, qrupdan kiçikdir, qrup nömrəsindən. Mərkəzi atomun müxtəlif atomlar birləşir. Gəl yazaq yaxşı. Deməli, polyar molekullarda, polyar molekul nə zaman olur? 1. Mərkəzi atomun valentliyi qrupun nömrəsinə bərabər deyil. Deməli, N qrup nömrəsi böyükdür N mərkəzi atomun nəyinə? Qollarının sayına və ya valentliyindən. Yəni, mərkəzi atom valentliyi öz qrupunun nömrəsindən kiçikdir. İkinci qayda uşaqlar, mərkəzi atoma müxtəlif atomlar birləşir. Bu da belə. Bu da oldu molekulun polyarlığı. Hətta saxlayaq. Yəni, məsələn, misal üçün, yalancısı amır, dizenteriya amırdır. Görürsünüz, yeri gələndə bir qolu çıxardır, 2 qolu, 3 qolu və s. Deyək ki, onun maksimum qol sayısı ola bilər 6 məsələn də. Ancaq istifadə edib 2 qolunu. Deməli, bütün qolları istifadə edəməyib də. Ona görə də o nə olacaqdır? Polyar. Yəni, bütün qolları istifadə olunmuşdur. Məsələn, mən 2 qolum var, bir qolumdan tutmuşam, məsələn, cəsuru, bir qolum boşdadır. Demək, bir qolum istifadə olunmayıb deyə, bu qolumdan nəsə edə bilərəm? Sərbəst qalıb da. Sərbəst qalan qol nədir? Sərbəst elektron. İndi gəlin məntiq deyək. Mərkəzi atomun ətrafında sərbəst valent elektronlar qalarsa, molekul polyardır. Mərkəzi atomun ətrafında istifadə olunmayan elektron cütü və ya elektronlar qalarsa, onda olur molekul polyar. Şöyle tam aydın oldu bu qaydamız. Bax, bu çox istifadə, diqqətli olun. Rabitə ilə molekulun polyarlığını elə qarışdırmıyor qadası. Yaxşı aydın. Molekulun polyarlığı başqa şeydir, rabitənin polyarlığı isə başqa şeydir. Bəli, diqqətli olaq. Buranı silirəm. İndi keçək avtomatik buna uyğun 3 say yarım qrup elementləri, onların birləşmələri və mümkün olanlar. Bəli, tələsiməyək, səbirlə bir-bir izah eləyək. Bu elə dərsdir ki, bu dərsdə diqqətli olmaq lazımdır və bir-bir analiz etmək lazımdır da, hər qrupu. Bir qrupun, bir maddəni başa düşdünüz, qalanları eyni şey demək olar ki. 3 say yarım qrup elementləri ilə. De görün, 3 say. Tələsiməyək, Leyla. Bor, alüminium, qalyum, indium, alüminium. Bizdə ən çox düşən nədir onsuz? Bor və alüminiumdur. 3 ay yarım qrup elementlərinin hidrogeni birləşməsi nə olacaqdır? Hidrogen birləşmələri, sadə formusu, ISO. Uçucu yoxsa uçucu olmayandır? ISO. E'nin yerinə hər hansı element yazın burada. Məsələn, bor H3, nə bilim, alüminium H3 və yaxud da qalyum H3 və s. İndi 3 ay yarım qrup elementlərinin halogeni birləşməsi. Hidrogen əvəzində halogen yazır, eyni şeydir. H əvəzində eyni sıra halogen yazır. Nə olacaqdır? RX3. Uşaqlar, X nədir burada? Hər hansı halogen. Məsələn, brom, bor daha doğrusu, bordan halogen, bor flor 3 və yaxud da alüminium xlor 3 və yaxud da qalyum brom 3 və s. Hər hansı halogenlə hər hansı 3 say yarım qrup elementdir. Məsələn, bir maddə sizə ən çox düşənlərdən bor H3-də ən çox düşən və yaxud da alüminium H3 və yaxud da halogen birləşməsi. Və yaxud hidrogen yazmışdıq da, ya halogen yazaq. Məsələn, halogen, bor flor 3. Bor 5-i kodlaşdıraq uşaqlar. 1s üstü 2, 2s üstü 2, 2p üstü 1. Sizcə bu atom həyəcanlana bilər? Diqqətlə baxın.
Bəli. Deməli, bəli. Niyə? Cüt elektron və özündən sonra boş xana görsənir. Birinci həyəcanlanma halı Y1. Baxın, atom həyəcanlanmasa nə halda olur? Stasionar halda, stasionar da normal halda. Həyəcanlanırsa olur həyəcanlanmış hal. Y1 birinci iyonlaşma verilir və 2s-dən biri keçir 2p-yə. Olur 2s1, 2s1. 2p olur 2, 2p2. S-də 1, p-də isə 2 elektron. Sizcə bu hansı hibridləşmə halına yaxınlardır? Hansı S ola bilər burada? 1s-dən 2p qarışır. Yəni qarışanların sayı nə qədərdir? 3 ədəd buluddur. Deməli, bəli, 1s qarışır və 2 ədəd p elektron buludu qarışır. Qarışan buludların sayı qədər. Alınır 3 ədəd sp2. Yəni bir tərəf daha kiçik, bir tərəf daha böyük. Bəli, 3 ədəd sp2. İndi uşaqlar, xloru kodlaşdıraq, məsələn, fluoru. Fluor 9 nəylə tutarıq? Təkrarlayaq. 2s2, 2p5. Fluorun ən son elektronu nəylə tutarır? P ilə. Element atomunun ən son elektronu nə ilə bitirsə, ona uyğun orbitalla birləşir başqa atoma. P ilə tutarıbsa, axırıncı elektron nə olacaqdır? P buludu, Hantel formasında. İndi gəlin baxaq. Deməli, burada yazıram, bor birləşir, borun 3 dənə sp elektron buludu, sp2 olsun. sp2 bulud nə ilə birləşir? Baxın, sp2 bulud birləşir, deməli, halogenin, fluorun, baxın, p elektron buludu. Fluorun p elektron buludundan kəsişir, biraz da boğaz edəcək. Baxın, bu kəsişir fluorla, F-lə. Kəsişənlə mərkəzlər bir xətə düşürsə, siz deyin, sp2p örtülməsi. Kəsişmə ilə mərkəz bir xətə düşürsə, rabitə növü nədir tipi? Sigma pi. Tələsməyin. Rabitələrin, orbitalların kəsişməsindən mərkəzi bir xət üzərindədirsə, yəni ardıcıl kəsişibsə, ardıcıl. Bəli, sigma rabitə. Sigma rabitə, uşaqlar, necə formalaşdı, Cəsur? sp2p örtülməsi. Siz deyin, fəzanın tam bucağı 3 ilə bölünürsə, bucaq nə qədərdir burada, hər bir bucağı? Tam bucaq 3 ilə bölünür, tam bucaq. 360 bölə 100. Deməli, bəli, borun, xlorla arasındakı bucaq quruluşu 2 xlorla nə qədərdir? 120 dərəcə bucaq qurulmuş. İndi siz deyin, borun bütün qolları istifadə olunubdur və bütün qollarına nə birləşibdir? Eyni elementlər, 3 dənə fluor. Molekul polyardır, qeyri-polyar. Molekul. Bütün qolları istifadə olunur. Bütün qollarına da eyni birləşibdir. Yox, bütün qolları tam dartılır və bütün qollarına eyni atom birləşir. Yəni sənin 2 qolunu 2 eyni adam dartır. Tərpənmirsən. Tərpənmirsənsə qeyri-polyar, tərpənsən polyar. Onda sərbəst qolunu. Aysa ol. Borun 3 valent elektronu var, 3 qolu var, tam istifadə olunubdur. Sərbəst elektron qalmayıb, sərbəst qolu qalmayıb ki, polyarlaşa bilsin. Bəli, molekul. Nə olacaq? Polyar. Daha doğrusu qeyri-polyar. Bəli. Qeyri-polyar. Siz deyin rabitənin növünü. Rabitən. Sizcə burada rabitənin növü nədir uşaqlar? Polyar. Bəli, borla fluor. Bəli, bor, fluor. Kovalent. Hansı növdür? Kovalent, polyar. Diqqətli olun. Rabitənin növü kovalent, polyardır. İndi deyin görün bunun fəza quruluşunu. Fəza quruluşu nədir? Bu 3 dənə təpə nöqtəsi birləşdirir. Nəyə oxşuyur? Hansı qurulur bu? Müstəvi üçbucaq və yaxud da latınca adı trigonal planar, triangle planar, yastı planari, müstəvi planari o adda. Fəza forması olacaqdır müstəvi üçbucaq, diqqətli olun. Və yaxud da latınca adı trigonal planar. Ancaq dilin test toplusunda 4 A yarım qrup elementlərindən başqa qalan bütün birləşmələrin fəza forması düzgün olmayan 4 üzlü. Baxın, 4 A qrupundan başqa qalan hamısı nədir? Düzgün olmayan 4 üzlü. Məsələn, bunu demiş deyəndə belə şey görmüşsünüz orada. Orada yazır ki, düzgün olmayan 4 üzlü. Deməli, bu güvəndəki suallara görə yazırıq bunu, güvəndə test işləyəndə. Ancaq əsas dilin test toplusunda isə bu maddələrin fəza quruluşu düzgün, olmayan, bəli, 4 üzlü.
üzlü. Və yaxud da latınca adı qeyri-simmetrik, düzgün olmayan 4 üzlü hansı fiqur latınca adı? Tetraeder. Tetraeder, yəni 4 üzlü. Bəli. Qeyri-simmetrik. Nə uşaqlar? Tetraeder. Tetraeder. Ya da uşaqlar. Bir dənə 4A qrup elementləri düzgün tetraederdir və yaxud da düzgün 4-üzdür və yaxud da simmetrik tetraederdir. Qalan bütün 3A, 5A, 7A, 6A və s. onlar nə sayılır? Düzgün olmayan tetraeder. Xəttli quruluşlar öz yerindədir. Xəttli quruluş düz xətt olacaq. Onların fəza forması yoxdur ki, düz xətt edəcək, xəttli quruluşlar. Ancaq 3A-dır, 5A-dır, 6A-dır. Bu elementlərin birləşmələri nə adlanır dediyimdə düzgün olmayan 4-üzdür və yaxud da qeyri-simmetrik tetraeder. Bu qədər. Şöyle tam aydın oldu 3A qrup elementləri. Qaranlıq yola məqam var nəsə? Baxın. Növbəti keçdik 4A yarım qrupu elementləri və onların mümkün olan formaları. Axiri quruluşu, uzaq quruluş və s. yer verildir. De görüm məzəmə. 4A yarım qrup elementləri. Karbondur, silisiumdur, Aha. germaniumdur. Aha. Sonra Közüdür. qalay, ardıcıllıq. Bir də quruluşu. Tez yazaq. 4A yarım qrup elementləri. 4A. Karbon, silisium, germanium, qalay, bir də quruluşu. Digər adı nədir? 4A yarım qrup elementləri. 4A yarım qrup elementlərindən deyək adası. Qısa elektron formulu. Qısa elektron. Yox, elektron quruluş formulu. Qısa elektron. NS2, MP2, tələsin. 4 valent elektron. Qısa elektron formulu. NS2, MP2. 4 valent elektron var. Bir element seçək, daha doğrusu da yazaq. 4A yarım qrupunun hidrogeni birləşmələri, baş hidrotləri. H4. RH4. Kim deyər? Uçsuz yoxsa uçsuz deyil? Uçsuz deyil. ISO. 4A qrupundan başlayaraq 4A, 5A, 6A, 7A hidrogenli birləşmələr uçsuzdur. Bəli. Deməli 4A qrup elementlərinin halogenli birləşməsi kim deyər? Sizcə, məntiqdən. X4, bəli. Yəni hidrogen yerinə hər halogen bir elektron istifadə edir deyə 4A qrup elementlərinin hər elektronuna bir halogen birləşir. Çünki niyə? Hər halogenda normal halda tək elektron nə qədər idi halogenlərdə? NH2-5-də 1-dir. Baxın, həmişə belə əlaqələndirirəm ki, həm dövr sistemi təkrarlayır, həm digər bölmələrə əlaqəsi olsun, genetik əlaqə yaxşı olsun. X4. İndi yerli element qoyur. Elementi, hər hansı biri. Məsələn, karbon, CH4, silisium, silisium H4, məsələn, germanium, germanium H4 və s. 4A qrup elementi halogenlə. Məsələn, karbon, karbon flordur, karbon tetrafluorid və yaxud da silisium xlordur və s. Bir dənəsi götürək başlayalım, siz deyin. Nəyə götürək? Hansını ən çox düşənlər? Ya CH4-dür, ya C-xlor4-dür, ya da burada silisium birləşmələrdir. Hansını istəyirsiniz? Yaxşı, CH4. Karbon altını kodlaşdırın. 1S2, 2S2, 2P2 elə. S-də bir cüt, P-də də 3 xana, 3 xana, 2 tək. Siz deyin, bu atom həyəcanlana bilir. Nəyə görə? S-də bir cüzdür, elə uşaqlar. Keçir biri ən yaxın boş xanaya. Deməli, Y1, birinci həyəcanlanma. 2S-dən biri keçir 2P-yə, olur 2P3. Elə S-də bir tək, P-də isə 3 xana, 1, 2, 3. 1S, 1S və qarışır 3 ədəd P ilə. Nə formalaşır? 4 dənə qarışan qrupların sayı. 4 ədəd SP3. Bəli, 4 ədəd, bir tərəf kiçik, bir tərəf daha böyük. 4 ədəd gördüyünüz kimi SP3. Aha. İndi uşaqlar, bir də hidrogen misli uşaqlar. Hidrogeni kodlaşdıran da 1, elə 1S1-dir. S qrupdur. Aha. İndi bir dənə maddəni çəkək. 4A yarım qrupunda CH4-ün təzad olmuşu. Baxın. Deməli, karbon mərkəzdə 4 dənə SP3 ətrafında 4 dənə SP3. 1, 2, 3, 4, 4. Nə birləşibdir? Hidrogen. Hidrogen, hidrogen, hidrogen və hidrogen. Uşaqlar, SP3 S kəsişməsi. Mərkəzlə kəsişmə bir xəttə düşür. Yəni, bəli, S-SP3, sigma rabitə. Deməli, rabitənin forması, yaxşı, belə yazaq. Sigma tipi SP3 S kəsişmə, yəni SP3 S kəsişmə.
Siz deyin, molekul polyardır, qeyri-polyar. Karbonun bütün qolları var. Molekulun bəli, polyarlığı, bəli, molekul, qeyri-polyar. Bu bir. Rabitənin növü uşaqlar nədir? Polyar. İki müxtəlif qeyri-metal. Polyar. Karbonla hidrogenin rabitə növü polyar, kovalent, bəli, rabitəsi. Polyar kovalent rabitəsi. Növbəti, deməli, bucaq quruluşu. Normalda fəza fiquru, fəza özü tam bucaq 4 yerə bölürsən olar da 90 dərəcə. Ancaq bunu alimlər araşdırıblar ki, burada 90 dərəcə deyil, 109 dərəcə 28 dəqiqə gəlir. Baxın, 4 A qrup elementlərinin hidrogeni və ya fərqi yox, halogeni birləşmələrində karbon, hidrogen. Bu bucaq quruluş 109 dərəcə 28 dəqiqədir. Diqqətli olun. 109 dərəcə 28 dəqiqə. Sıra gedir. Bəli, görəcəsi bəli, bucaq quruluşu azalır. Deməli, bucaq quruluş budur, fəza quruluşu dedik. İndi fəza forması, fəza quruluşu nəyə oxşuyur? Yalnız və yalnız 4 A yarım qrup elementlərinin mərkəzi atomun 4 qolu tam istifadə olunub deyə 4 qolu birləşdirəndə nəyə oxşuyur? Piramidanın bərabər yanlı forması, yəni düzgün, dördüzdür. 4 tərəf üzü var, tetrahedron, yəni tetrahedral. Fəza forması düzgün. Nədir uşaqlar? 4 üzlü və yaxud da latınca adım olacaqdır. Simmetrik. Nə? Tetrahedral. Hamısı 4 A elementlərinin hidrogenli və halogeni birləşmələri. Hamısı düzgün dördüzdür. Bu oldu qrup elementləri, yəni qeyri-üzvü birləşmələrin formulları. İndi gəldik üzv birləşmələrə. Karbonla karbon arasında ancaq təhqiqat rabitə görsəz, təhqiqat rabitəli karbonlarda hibridləşmə S böyükdür. Yəni üzv birləşmənin tərkibində karbonlu hidrogeni birləşmələrdə harda karbonla karbon təhqiqat görsəz, bunların hamısında hibridləşmə S böyükdür. Hamısında, yadda saxlayaq. Məsələn, baxın, karbon belə təhqiqat qollar hidrogenlə birləşibdir. Baxın, hidrogenlə. Deyim ki, burada hibridləşmənin növü nədir? Bütün karbonlar nədamsı? Təhqiqat SP3. Desək ki, burada nə qədər SP3 elektron bulut var? Hərfləri toplayın. Bütün burada hərfləri toplayın. SP3 4, SP3 4, SP3 4, SP3 4. Bütün bulutların cəmi nə qədərdir? Hibrid. SP3 bulutların cəmi nə qədərdir? Neçə eləyir? 6 olur. Birinci hibridləşməni yazırıq. İkinci isə toplayırıq hərfləri. Ən rahat yolu budur. Hibridləşməni yazın və toplayın. Bərabərdir nəyə? Hibrid elektron bulutları sayına. Birinci növü yazın, sonra toplayırsınız. Bəli, əsasən bu düşür. Karbonla karbon təhqiqat rabitə olarsa, hamısı S böyükdür. Yadda saxlayın, karbonların hamısı. Bu da oldu 4 A yarım qrupu elementləri. Tam aydın oluşurlar burada. Qaldı bir dənə 5A və sonuncu 6A. Bunları deyək bitirək. 5A yarım qrup elementlərini ayırın. Deyək. 5A hansılardır? Əzbərdən alim desin. Azot, fosfor. Aha. Tələsmə, sigma yox. Azot, fosfor, arsen, stibium və bismut. Yazaq uşaqlar. 5A yarım qrupu elementləri. Azot, fosfor, arsen, stibium və bismut. 5A qrup elementlərinin hidrogenli birləşməsi nə idi? H3. Özündə 5 elektron var və 3-ünü alıb 8 eləyir. Neçə elektron alırsa, aldığı elektron sayı qədər hidrogen birləşir. 4A, 5A, 6A da aldığı sayı qədərdir. 1, 2, 3A-da isə verildiyi elektron sayı qədər özünə hidrogen birləşdirir. 5A-da RH3, bəs 5A-nın halogeni birləşməsi? Bəli, RX3. Yerinə qoyaq azot, NH3, fosfor, PH3, arsen, H3, stibium H3 və s. Məsələn, RX3, azot, məsələn, N, flor 3,
və yaxud da fosfor, P, xlor 3 və s. və yaxud da arsen, brom 3 və s. Birini götürək başlayaq uşaqlar. Yeni gəlmişkən 5A-nın qısa elektron formu nədir? NS2, NP3. Normal halda bir cüt və normal halda 3 tək elektron var. 5A qrupundan bəli. Azotda başqa cürdür, qalanları başqa cürdür. Azot 7-ni kodlaşdırır. 1S2, 2S2, 2P3. Normalda azotun gördüyünüz kimi 3 tək elektronu var və 1 cüt elektronu var. Baxın, 1 cüt. İndi gəlin baxaq. Hidrogeni kodlaşdıraq. 1S1. İndi gəlin buradan çəkək. Azotla hidrogen birləşən zaman necə birləşir? Baxın, azot. 3 elektron hidrogendir, azotda daha doğrusu tək. Azotun diqqətlə baxın. Bax, burada bir incə məqam var. Azotun 2S2, 2P3-ündə S-dəki 1 elektron qopur, götürülür və P-də isə 3 dənə tək elektronlar götürülür. 1S ilə 3P qarışan zaman nə formalaşır? Və 3 dənə P qarışır. Qarışan bulutların sayı qədər 1S3P alınır 4 dənə SP3. Diqqətli olun. Azotun 2S2-dəki 1 elektron istifadə olunur hələ ki. 1 elektron. Yeni əmələ gələn nədir? 4 ədəd SP3. Baxın. 4 ədəd SP3 əmələ gəlibdir. Diqqətli olun. 4 ədəd SP3 əmələ gəlibdir. SP3. 4 ədəd. İndi baxın burada. Azotun 4 ədəd əmələ gəlmiş SP3 buludundan 3-ü istifadə olunur. Hidrogenlə birləşir, diqqətlə bax, 3-ü istifadə olunur, hidrogenlə birləşir. Ancaq 4 dənə SP3-dən biri istifadə olunmur. İstifadə olunmayan nə olur? Təzədən birləşir, azotun 2S-dəki tək elektronla qarışır. Və təzədən qarışan zaman burada nə əmələ gəlir? İstifadə olunmayan bir cüt elektron olur. Yəni bunlar istifadə olunur artıq. Qalır yerində. İndi hidrogendir, baxın. Hidrogenlə kəsişir azotun SP3-ü. Kəsişmə SP3S-dir, SP3S. SP3S. Hidrogen, SP3S. İndi siz deyin, kəsişmə ilə mərkəz hara düşür? Bir xəttdə. Nədir? Deməli, sigma rabitə. Deməli, rabitəmiz sigmadır, sigma. Necə əmələ gəldi? SP3S kəsişməsi. Sigma rabitə. Siz deyin, rabitənin növü 2 müxtəlif qeyri-metal. Rabitə, deməli, polyar kovalent, bəli, polyar kovalent. İndi siz deyin, molekul polyardır, yoxsa qeyri-polyar? Diqqətli olaq. Çünki azotun 5A qrupunda 3 qolu istifadə olunubdur, 2 qolu sərbəst qalıbdır, qolu. Polyar molekul, kovalent başqa şeydir. Polyar kovalent onsuz. Ancaq molekulun polyarlığı nə oldu uşaqlar? Polyar molekul. Çünki niyə? 5 qolundan bəli, 3 istifadə olunubdur, ikisi qalıbdır. Ona görə molekulumuz, molekul. Nədir uşaqlar? Polyar. Yadda saxlayaq. Molekul polyar. Növbətiyə baxaq indi. Bucaq quruluş. Azot, hidrogen. Buradakı bucaq görək nə qədərdir? Deməli, diqqətlə baxın məntiqə. Mərkəzi atomun ətrafında istifadə olunmayan elektron cütləri qalıbsa, elektron cütləri rabitə əmələ getirən elektronları sıxır. Çünki niyə? Elektronu itələyir. Eyni yük zərrəciklər bir-birini eləyir, dəf edir, itələyir. Ona görə də buradakı elektron cütləri rabitə əmələ getirən elektronları itələyir deyə bucaq quruluşu kiçilir. Yəni olur 107,3 dərəcə. 5A qrup elementlərinin bu növ birləşmələrində bucaq quruluşu 107,3 dərəcədir. Diqqətli olaq. Sonra nə gəldi baxaq görək? Deməli, fəza forması. Baxın, fəza formasını gəlin yazaq. Fəza quruluşu 5A yarım qrup elementlərində. Baxın uşaqlar. Biri var üçbucaq, bir də var üçbucağın mərkəzi tən bölənlərini kəsişdirirsiniz. Baxın. Mərkəzi tən bölənlər kəsişəndə üçbucaqda, G nöqtəsi. Üçbucağı fəzaya qaldırın. Nəyə oxşuyur? Balans fiqurdur. Ay sağ ol. Deməli,
üçbucağın mərkəzini tutub havaya qaldıranda G nöqtəsini nə əmələ gəldi? Təzə fiqurlu piramida. Bu da üçbucaqla əlaqəsi olduğuna görə necə adlandırılacaqdır? Müstəvi yox, müstəvi, daha doğrusu trigonal piramida. Üçbucaq piramida qurulur. Yəni üçbucaq formasındadır, oturacaq formasından havaya qaldıranda nə oldu? Piramida. Deməli yazırıq təzə formasını. Təzə quruluşu üçbucaq piramida. Üçbucaq piramida. Piramida. Və yaxud da latınca adı nədir? Belə. Üçbucağın latınca adı. Trigonal, triangle, piramida, piramida. Bəli, trigonal piramida. Trigonal piramida. Diqqətli olun. Bu yazdıqlarım əsasən güvənə aiddir. Güvən test topluluğunda belə deyil düşür. Yəni 5A qrupu NH3, pH3, arsen H3 və ya halogen birləşmələri belədir güvəndə. Ancaq dildə bayaq dedim bir dənə qayda var. 4A birləşmələr düzgün tetraedirdir, yəni simetrik. Qalanları düzgün olmayan düz dördüzlü. Bəli, bunun digər adı olacaqdır, düzgün olmayan dördüzlü. Həqiqətən baxın, üçbucaq piramida, trigonal piramida bərabər dördüzlüdür. Xeyr, oturacağı böyüklü piramidanın dördüzlüdür. Ancaq yan tərəfləri bərabər deyil onlar, eyni deyil. Ona görə də düzgün olmayan, dörd, üç, qulaq asaq. Və yaxud da latınca qeyri, simmetrik, nə uşaqlar? Tetraedir. Tetraedir. Bu da nəyə aiddir? Bildiyiniz kimi dimə. Dimin test topluluğunda belə düşür. Tam aydın oldu. Düzgün olmayan tetraedir və yaxud da dördüzlü dimdəki. Bu oldu 5A yarım qrupu elementləri. Qeyd edirsiniz 5A yarım qrupu elementləri. Belə, deməli, bir dənə qaldı ən son 6A, bir də 7A ilə 1A-nın qarışığı. Bunu ümid edəcəm. 7A-nın və 1A-nın hidrogenli, halogenli birləşmələri qarışıq. Qeyd etdik uşaqlar. Başlayaq. Ən son 6A-nı deyək. Deməli, 6A yarım qrup elementləri. Deyək adız, hansılardır? 6A. Aha. 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 Polonium. Oksigen kükürt, selen, tellur. Oksigen kükürt, selen, tellur bir də polonium. Burada ən çox lazım olanlar oksigen və kükürtdür. 6A yarım qrupu. Oksigen, kükürt, selen, tellur, polonium. 6A-nın qısa elektron formu nə idi? NS2-LP4. NS2-LP4. Normal halda tək elektronları nə qədərdir? NS2-LP4-də. NS2-LP4-də tək elektron nə qədərdir? 2 ədəd. Deməli, MP4-də 2 ədəd tək elektron var. NS2 bir cütdür. 6A-nın hidrogenli birləşmələri hansılardır? Hansıdır? NH, RH2, RH2. 6A-nın halogenli birləşməsi. LX2. Hidrogen yerinə qoyun. Hidrogen oksigen. H2O, bir də H2S. Hidrogenlə halogenlər, halogenlə 6A qrupu. O, deyin görək, flor 2, S, xlor 2, selen, məsələn, brom 2 və s. İndi bir dənəsi götürək, ən çox düşən hansıdır? Su və H2S. Sudan başlayan uşaqlar. Oksigen 8-i kodlaşdıraq. 1S üstü 2, 2S üstü 2, 2P üstü 4. Oksigen 1 cüt S-də, P-də isə 1, 2, 3, 4. Baxın burada uşaqlar, azotda olan tendensiya, analogiya. S-in 1 elektron götürürük və P-dən də 3-ünü götürürük, lazım olanları. S-dən 1-i, P-dən də 3 dənə elektron. Baxın, P-dən də 3 dənə. Bir S-lə lazım olan 3 dənə P qarışır. Qarışan bulutların sayı qədər nə yaranır? 4 ədəd SP3. Aha. İndi uşaqlar, gəlin baxaq. Oksigenin 4 dənə SP3-ü hidrogenlə kəsişən zaman kiçik istifadə olunur. 2 elektron burada qaldı artıq istifadə olunmayan və 4-dən də kiçik istifadə olundu. 2 elektron istifadə olunmadı. Oksigenin yazaq buradan, baxın. Oksigen 2 elektron SP3 istifadə olunur, 2 elektron SP3, baxın, istifadə olunur. SP3, SP3.
İstifadə olunmayanlar isə bir cüt əvvəlcə qalanları idi və bir cüt elektron da 4 dənə S3-dən 2 artıq qaldı. İndi baxın, oksigen və hidrogen, siz deyin, hidrogen S buludu, bu da S3. Hidrogen S, S3. Gəlin yazaq hamısını. Rabitənin tipi nədir? Kəsişmə ilə mərkəz hara düşür? Bir xəttə düşür, bir kəsişməyə. Bəli, demək, rabitəmiz yenə sigmadır. SP ilə, SP3 ilə S kəsişməsi. İkinci məsələ. Gəldik rabitənin növünə. Siz deyin, rabitəmizin növü nədir burada? İki müxtəlif qeyri-metal. Bəli, polyar, kovalent, kovalent. Bu ki, üçüncü məsələ. Molekul, polyar, qeyri-polyar. Bəli, polyar. Niyə? Oksigen neçənci qrup elementidir? 6 A. 6 qolu olmalıydı. Neçə qol görsənir? 2 qol. Bütün qolları istifadə olunmuyubdur. Ona görə də, bəli, molekul. Nədir uşaqlar? Polyar. Rabitə də polyar kovalentdir. Hibridləşmə SP3-dür, onu dedik. İndi gəlin baxaq uşaqlar. Bucaq quruluş nə qədərdir? Diqqətlə fikirləşin. Sizcə bucaq quruluş? 120. Sen de alıp çekmez misin? Aferin. Deməli, Deməli uşaqlar, siz deyin. Mərkəzi atomun ətrafında elektron cütləri artdıqca istifadə olunmuyor. Elektronlar nə deyir? Mənfi. Mənfi elektronlar rabitə əmələ gətirən mənfi elektronları nə edir? İtələyir. Ona görə də itələmə qüvvəsi daha da çoxaldığına görə bucaq quruluşu 5 aya baxanda daha da azalır. Niyə azaldı? Qayçı effekti. Yəni sərbəst elektronlar rabitədəki elektronları elə sıxır, daha da tənir. Ona görə də bucaq quruluşu olur 104,5 dərəcə. Görürsünüz? 2 A'dan 6 A'ya getdikcə nə olur? Bucaq quruluşu get-gedə azalır. Niyə azalır? Çünki sərbəst elektronlar çoxaldıqca sərbəst elektronları paxıllığı tutur sanki. Rabitədəki elektron təlir ki, siz rabitə qurmarsınız, biz artıq qalırıq, biz qıratda qalırıq. Ona görə də onları tələməyə çalışır sanki, bənzətlər. Ona görə də bucaq quruluş nə olur? Get-gedə kiçilir. Bucaq quruluş oksigenlə hidrogen bərabərdir 104,5 dərəcə. Fəza forması güvəndə elə bir şey yoxdur maydron 6 aya. Deyirlər ki, bucaq quruluşdur. 6 A bucaq quruluşdur. Ümumiyyətlə, bucaq dərəcəsi 180 olan güvəndə xətti quruluşdur. 180-dən az olanlar hamısı nədir? Bucaq quruluş. İndi burada da yenə fəza forması bucaq quruluşludur güvənə görə, güvən. Ancaq demə görə, bunun fəza forması yenə düzgün olmayan tetraydır və yaxud da düzgün olmayan dördüzdür. Düzgün olmayan dördüzlü və yaxud da latınca qeyri-simmetrik. Nə uşaqlar? Tetraedir. Yadda qala uşaqlar. Çox eyni şeylər daxilmişlər ki. Bu oldu ən son 6 A. Yadda saxlayın. 7 A qrup elementlərini hibridləşməsi qeyd olunur bizdə. Sadəcə sadə birləşmələri. 7 A yarım qrup elementləri kim deyər? Argon yox. Klor, brom yox, astat. 7 A yarım qrup elementləri. Klor, brom, yox, astat. Hamısı yazılır. 7 A yarım qrup elementlərinin hidrogenlə olan birləşməsi nə idi? RH. Eləcə RH. Deyil, B yarım qrupu. Diqqətli olun. Mən deyirəm ki, 7 A yarım qrupu. Sarılar, flor, xlor, brom, yod, astat. AT, astat. 7 A yarım qrup elementlərinin halogenlə. Özləri halogendir. Özləri-özlərinə birləşməsi düzdür, var. Burada qeyd olunmur. Yəni, özləri-özlərinə birləşir halogenlər. Ehtiyac yoxdur. 7 A yarım qrupunun hidrogen birləşməsi birini deyil. R halı hidrogen, H flor, H xlor. Birini götürək. Məsələn, H xlor. Hidrogen xloriddə. Hidrogen kodlaşdırır. 1s1. S buludu. Xlor 17-ni kodlaşdırır. 3s2, 3p5. 3p5-də axırıncı elektron neylə tutarır? P ilə. Deməli, nə olacaqdır? P elektron bulunur. Hidrogen S, xlor da P elektron bulunur. Kəsişmə ilə mərkəzi kəsişdirir.
Nə olur? Sigma rabitə. Demək, sigma rabitə necə formalaşdı? S ilə P kəsişməsi. Deməli, Alayla, bu necə quruluşdur? Xətti yoxsa bucaq quruluş? Xətti. Bəli, düz xətt. Çünki niyə? Düz xəttdir. Xətti quruluşdur. Fəza forması eləcə xətti quruluşdur. Bəs xətti quruluşda bucaq nə qədərdir? 180 dərəcə. Bucaq quruluş hidrogenlə flor 180 dərəcədir. Səncə molekul polyardır, qeyri-polyar? Diqqət edin. Molekul Niyə polyar? Çünki bollarını şey tələsmə. Xlor neçənci qrup elementdir? 7A. 7. 7A-da tələsmə 7A-da xlorun burada neçə elektron istifadə olunur? 1. Qalan neçə elektron qalıbdır? 3 cüt. 7 elektron bir istifadə olunur, qalan qalıbdır. Mərkəzi atomun ətrafında sərbəst elektron qalıbsa, molekul nə olacaqdır? Polyar. Ona görə də H xlorun həm özü polyardır, Aysol, həm də rabitəsi polyardır. Həm rabitə polyar. Yazaq, rabitə. Polyar kovalent, həm də molekul. Nə olacaqdır? Polyar. Yada qalar. 7A-nın hidrogenlə və metalla birləşmələri eyni şeydir. Əvəz eləyək. Burada deməli hidrogen yox, yazacaq metalla. Metal X, metal halogen. Məsələn, natrium klor, dediyimiz duz. Gəlin baxaq. Natrium 11 kodlaşdıranda 3s1, xlor 17-ni kodlaşdıranda 3s2, 3p5. Metal nə edir? Valent elektron verir, qeyri-metal isə alır, oktit və ya dublet qali tabi olur. Deməli, natrium birini verir, natrium S elektron burada veribdir, S. Xlor da ən axırıncı P-dən elektronlar. P ilə kəsişir, xlor. Kəsişmə ilə mərkəz hara düşdü? S ilə P, bir xəttdə. Sigma rabitə, S ilə P kəsişməsidir. Bucaq quruluş yenə, natrium xlor, eyni şey 180 dərəcədir, 180 dərəcə. Ondan sonra fəza forması, xətti quruluşdur. Yəni 1 A ilə 7A-nın birləşmələrində diqqətli olun. Bucaq yazdıq. Rabitənin növü, rabitəmiz iyon rabitədir. Nəyə görə iyon rabitə oldu? Metalla qeyri-metal, iyon rabitə. Molekul yenə də yüksək polyardır. Molekul polyar. Yüksək polyarlaşma. Çünki niyə? İyon rabitəli birləşmələrdə polyarlıq daha çoxdur. Çünki niyə? Kəskin elektromənfilik fərqi. Metallarda ən az elektromənfilik, qeyri-metalda isə ən yuxarıdır. Elektromənfilik fərqi nə qədər böyük olarsa, polyarlaşma bir o qədər çox olur. Elektromənfilik fərqi az olanda isə get-gedə zəifləyir. Və yaxud da sıfır olarsa nə olacaqdır? Qeyri-polyar. Məsələn, eyni növ molekullarda O2, H2, N2 və s. Bəsit maddələrdə polyarlıq sıfırdır. Çünki niyə? Fərqlənmə yoxdur. Hamısı sigmadır. Yadda saxlayın, bəli, gəl ümumiləşdirək. Bütün hibrid ortaların kəsişməsi sigmadır. Bütün hibridlə qeyri-hibrid ancaq sigmadır. Pi rabitə harda olur? Ancaq P elektron kəsişməsində, D də F-də, P, D, F-də. Gəlin bir dənə ən çox düşən suala baxaq testimizdə. Karbonlu hidrogeni birləşmələrdə bir dənə maddə götürək və onun üzərindən hər şeyi izah edək. Polyarlıq, rabitənin polyarlığını, polyar kovalent, qeyri-polyar, sigma rabitənin sayı tapma qaydası, pi rabitənin tapma qaydası, SP, SP2, SP3 tapma qaydası. Baxın uşaqlar, bir dənə maddə yazırıq. Karbon təhqat 2 qat, təhqat 3 qat, təhqat və 2 dənə 2 qat. Gəlin maddəni hidrogenləşdirək. Yadda qalsın, üzü kimə qaydası. Karbon hər zaman üzü birləşmədə 4 qol olur. Hər zaman 4 qol olur. Burada karbonun neçə qol istifadə olunur? 1. Qalan 3 qol qalıb elə. Qalan qollarına hidrogen birləşir. Əgər maddəmiz karbonlu hidrogeni birləşmə olarsa, karbonla karbona neçə qol istifadə olunursa, qalan qollara hidrogen birləşir. Neçə qol istifadə olunur? 2 qola 1 burada. 3 qolu. 1 qolu qalıb hidrogen. 3 qolu, 1 qol hidrogen. 4 qol heç nə birləşmir. 3, 1, 4 qol. 1, 3, 1 qolu qalıb. 2, 2, 4 qol. 2 qolu, 2 qolu qalıb. Gördüyünüz kimi. İndi gəlin də bax. Karbonun karbonla qolu təhqatdırsa, məntiqlə. Qalan qollar təhqat deməli. Bütün qollar təhqatdırsa, hibridləşmə növü nə idi? SP3. Bütün qollar təhqat olanda, yadda saq SP3-dür.
Bir qolu 2 qatdırsa və 2 qat ətrafı karbonlar nə sayılır? sp2. Bir dənə 2 qat varsa, 2 qat rabitə ətrafındakı karbonlar sp2-dir. 3 qat rabitə nə sayılır? sp. 3 qat rabitəli karbonlar sp-dir. 2 qat rabitəli karbon bir tərəf sp2, hər iki tərəf 2 qat rabitə sp. Bir tərəf 2 qat sp2. Birinci sual. Burada nə qədər sp3 elektron bulut var? Cəmi sp3 elektron bulut nə qədərdir? sp3 harada olan maddənin sp3-ün daxilindəki bulutları toplayın. 1s, 3p, neçə eləyir? 4. 4 ədəd sp3 var. Bəs sp2, Leyla nə qədərdir? sp2. Leyla. sp2-lər toplar. 1, 2, 3, 4. 4 dənə karbon sp2-dir, bəli. Hər karbonda 3 dənə sp2 var da, 1s2p, 3 dənə. 4 dənə karbonda 4 dəfə 3, 12. 12 ədəd sp2 bulut var. Ne qədər? sp nə qədərdir? sp. sp-ləri topla. Biri burada, biri burada, biri burada. Hər sp-də 2 bulut var elə. 1 sp2p. 3 dənə sp karbonda, deməli, bəli, sp bulutların sayısı bərabərdir 6-ya. Aha. Başqa yoxdur ki, sp keçib yaxşı. Neçə sigma rabitə var, cəmi sigma. Təhqiqat rabitə ancaq sigmadır. 2 qat rabitənin biri, təhqiqat rabitənin hamısı, 2 qat rabitənin biri, təhqiqat hamısı, 3 qat rabitənin biri, təhqiqatın özü, 2 qatın biri, 2 qatın biri, təhqiqatın özü. Cəmi neçə eləyir? 15 elədir. Deməli, cəmi sigma rabitənin sayı n sigma rabitə bərabərdir 15. Bəs pi rabitə nə qədərdir? Pi rabitə 2 qat rabitənin biri, 3 qat rabitənin ikisi, 2 qat rabitənin biri, 2 qat rabitənin biri. Neçələdir? Pi rabitənin sayısı 5 ədəddirlər. Bəs yaxşı, nə qədər polyar kovalent rabitə başlanır? Polyar kovalent. Yəni, karbona birləşən müxtəlif qeyri-metal, hidrogenlər. Nə qədər H var? Hidrogenlərə sayı. 8. Bəli, məntiq tutdunuz. Karbona birləşən müxtəlif qeyri-metal nə ola bilər? Ancaq verilən hidrogenlərin sayı. Nə qədər gen var burada? Deməli, bəli, n polyar kovalent. Neçə elədir? 8, ISO. Bəs qeyri-polyar karbonla karbon arasında yalnız. Karbonla karbon arasında hamısı. 8 dənə. 7 Karbonla karbon 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Karbonla karbon nə qədər varsa hamısı. Karbonla karbon bütün hamısı. Neçələdir? Karbonlar arasında. Qeyri-polyar, qeyri. Nə? Polyar. Neçə eləyir? 11. Yaxşı. Növbəti sualımız. Belə deyək. Qeyri-hibrit elektron bulutların sayı nə qədərdir? Qeyri-hibrit elektron bulutların sayı. Diqqətli ol. Qeyri-hibrit. Yəni, hibritləşməmiş. Olduğu kimi qalan. 1. Hər hidrogenin bir ədəd S buludu var. Və o S buludu eşit olmur. Bütün hidrogenlərin hamısı nə qədər gen var? Hamısı. Bəli, n qeyri hibrit bərabərdir. Baxın düstura. Qeyri-hibrit. N hidrogenlərin hamısı üstə gələr. Nə qədər pi rabitə varsa, pi rabitənin sayını 2-yə vurun. Deməli, n pi rabitənin sayı vuraq 2. Hidrogenlərin hamısı nə qədərdir? 8. Deməli, bəli, onda bərabərdir. 8 üstə gələk, pi rabitənin sayısı vuraq 2. 5 vuraq 2. Mən niyə pi rabitənin sayını 2-yə vurdum? Kim deyər? Nəyə görə? Çünki pi rabitə necə formalaşır? 2 dənə P. 2 P nədir? Qeyri-hibrit. 2 dənə P buludu, yəni yan-yana. Yəni qeyri-hibrit bulutlar, P ilə P. Onda bir dənə pi rabitədə neçə P var? 2 ədəd. Onda nə qədər pi rabitə varsa, hamısının daxilində 2 dənə P elektron bulut var. O da nə sayılır? Qeyri-hibrit. Bəli. Düsturumuz nədir? Hidrogenlərin hamısı üstə gələk pi rabitənin sayısı bıraq ki. Nəyə bərabərdir? Qeyri-hibritlər. Yaxşı, belə sual verim, axırıncı sual, özünü sağlayın. Bu maddənin əmələ gəlməsində, rabitələrin əmələ gəlməsində, hamısı bir yerdə neçə elektron bulut istifadə olunmuşdur cəmi? Cəmi elektron bulutların hamısı.
Neçə eləyir? Hesablayın tez. Nə tələmədir? Elektron buludların sayı nə qədərdir burada istifadə olunmuş? Rabitə əmələ gəlmədə iştirak edən elektron buludların cəmiyyətdə. Axırı deyəcək. Tapın. Yo, 30. 20. 2 vururuq. 20. Bəli. 30 eləyir, 17 Bir tanəsini deyə bilərsən, amma düşünməm bunu. Bütün elektron buludların cəmi nə qədərdir burada? 34 dənə. Bütün elektron buludların cəmi, rabitədə iştirak edən, rabitələri formalaşdıran elektronların cəmi, elektron buludların cəmi. 17 dənə. Tapdınız? 38. Bəli. Niyə? 19 dənə azalaq. Bəli, dedik ya uşaqlar, hələ biz əvvəlki dərslərimizdə bir rabitə neçə elektron buluddur? 2. 2.1 parça məsələsi. Bir rabitənin əmələ gəlməsində nə iştirak edir? 2 elektron buludur. Nə qədər rabitə varsa, bütün rabitənin cəmi nə qədərdir burada? Rabitənin hamısı, rabitələr sayın hamısını. Rabitənin hamısını. Nə qədər rabitənin hamısı? Bütün xətlərin cəmi nə qədər hamısı? 19. Bir rabitəni əmələ gətirən neçə elektrondur? 2 elektron. Onda hər rabitə 2 elektronudursa, bütün rabitənin sayı fıraq 2. Nəyə bərabərdir? Elektron buludları sayına. Düsturumuz nə olacaq tez? N orbital sayı, orbital və yaxud da bulud sayı və yaxud da elektron sayı. Elektron bərabərdir N rabitənin sayısı vuraq 2. Güvəndə dilində 5 dənə sual var. Deyək ki, məsələn, bu maddədə neçə elektron bulud iştirak edir? Rabitə formalaşmasında, əmələ gəlməsində. Qısa konkret, rabitənin sayı vuraq 2. Tam aydın uşaqlar. Həmin orada 19 dənə rabitə var. Niyə? Çünki bax məntiqə bax əzəmət. Polyar kovalent, karbona birləş hidrogen 8 dənə, qeyri-polyar karbonla karbon aralarında hamısı. O da 11 dənə. 11 dənə qeyri-polyar karbonla karbon, 8 dənə polyar karbonla H. Bütün rabitənin cəmliyə bərabərdir. Polyarla qeyri-polyarın cəmlə, məntiqlə. Sigma ilə birinci cəmi bütün rabitələrin sayını verir. Eyni şeydir. Sigma rabitə, pi rabitə. 5 ilə 5 yazaq, 20-də indi. 20-də 2 burada 40. Dəqiq baxın, bilmirəm, bax hesablayın. 20 dənə durur. Karbonla karbon nə qədərdir? Karbonla karbon 1, 2, 3, 4, 3 burada, 7, 8, 9, 10, 11, 11, 12. Elə 12. 12 dənə deməli karbonla karbon qeyri-polyardır. 12 dənə. 8 dənə də hidrogen. Karbona bir haşıq baxın. 1, 2, 3, 4, 5, 6, 7. 6, 7, 8. Bəli, karbonla bir dənə bunun əksikdir. 8 dənə. İkisi cəmi neçə eləyir? 20. 20 rabitə varsa, deməli elektron buludların sayı və yaxud da orbital sayı bərabərdir, orbital sayı. 20 rabitə vuraq 2. O da bərabərdir 40. 40 elektron bulud və yaxud da 40 elektron istifadə bu rabitənin formalaşmasına. Tez-tez deyil. Neçə sigma rabitə sp2, sp3 arasındadır?